Torpaqlarımız işğaldan azad olunduqdan sonra əsas hədəfimiz bu torpağın əzəli sakinlərinin geri qayıdışını təmin etməkdir. Bunun üçün əlbəttə ən əsas məsələ əraziləri təhlükəsiz vəziyyətə gətirməkdir. Məhz 30 ildən artıq işğal altında olan torpaqlarımız ermənilər tərəfindən kütləvi şəkildə minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilib və elə Vətən müharibəmiz başa çatdıqdan sonra ərazilərin təmizlənməsinə start verildi. Hazırda biz keçmiş təmas xətti olan Ağdam rayonunun Qərvənd kəndi ərazisindəyik. Tam 3-10 illikdən artıq bir müddətdə burada təmas xətti yerləşib və hazırda siz mina təmizləmə əməliyyatlarını görürsünüz. Mina təmizləmə əməliyyatları 3 formatda həyata keçirilir. Həm əllə təmizləmə, indi operatorumuz görüntüləri sizə təqdim edir. Sol tərəfdə isə xüsusi texnikadır. Artıq əllə təmizləmə başa çatdıqdan sonra həmin mina təmizləyən texnika ərazidə işləyəcək və bununla bağlı da görüntülərimiz olacaq. Bu xüsusi texnikalar artıq ərazidə qalmış, belə deyək, ehtimal ki, var ki, qalıb həmin partlayıcılar, onları döymə üsulu ilə tamamilə sıradan çıxarılır və daha sonuncu mərhələdə isə artıq əraziyə xüsusi təlim görmüş mina təmizləyən itlər cəlb olunur və həmin görüntüləri də sizə təqdim edirik və həmin itlərin köməkliyi ilə əgər ərazidə hansısa partlamamış döyüş sursatının və minaların fraqmentləri qalıbsa, itlər onları aşkarlayır və dərhal Anaman əməkdaşları həmin əraziyə müdaxilə edir və bu proses sürətli şəkildə həm də yüksək peşəkarlıqla, dəqiqliklə və keyfiyyətlə icra olunur və maraqlı bir məqama diqqət çəkmək istəyirəm. İndi hazırda bax bizim bu dayandığımız ərazi, görürsünüz bu qırmızı payaları. Bu qırmızı payalardan qarşı tərəf artıq təhlükəli ərazilər hesab olunur. Çünki keçmiş təmas xətti boyunca ermənilərin dırnaqarası keçilməz adlandırdıqları Oxanyan səddi yerləşir. İndi operatorumuz görüntüləri sizə təqdim edir. Səddin uzanmasını siz görürsünüz və bu səddin içərisi, bax mənim bu dayandığım yerdən təqribən 2 metr sonra artıq təhlükəli ərazilər başlayır və mənim burada dayanmağımı təmin edən isə yenə mina təmizləyənlərimizdir, Anaman əməkdaşlarıdır ki, bu ərazilərdə artıq mina təmizləmə əməliyyatlarını başa çatdırıblar. Və gördüyünüz kimi mənim bu dayandığım yerdə isə sədd artıq başa çatır. Əslində bu sədd daha da irəli qarşı tərəfə uzanırdı və artıq Oxanyan səddi də tarixin zibilliyinə göndərilib və bax, burada biz artıq sərbəst şəkildə hərəkət edirik. Daha bir fərqli məqama diqqət çəkeyim. Qarşıda indi operatorumuz sizə göstərəcək. Çəpərləri görürsünüz. Xüsusi dəmir barmaqlıqlardan hazırlanmış zəncir sədləri görürsünüz. Həmin çəpərlər əsasən mina yükü çox olan, daha çox təhlükəli hesab olunan əraziləri konservasiya etmək məqsədi ilə çəkilir və bunun məqsədi ondadır ki, yəni Anama mərhələli şəkildə təmizləmə işləri həyata keçirilir. Hansı ki, ərazilər yəni dövlətlə koordinasiyalı şəkildə, dövlət qurumları ilə koordinasiyalı şəkildə təmizlənir. Hansı ki, ərazilər hələ ki, perspektivdə yoxdur təmizlənməsi və həmin ərazilər bu cür çəpərlərə alınır və bura köçən insanlar, qayıdan insanlar, burada xidmət aparan, çalışan insanların təhlükəsizliyini təmin etmək məqsəd daşıyır və həmin çəpərlərin içərisində artıq təhlükəli ərazilər yerləşir. O təhlükəli ərazilər ki, orada həm mina təhlükəsi, həm partlamamış döyüş sursatları təhlükəsi qalmaqdadır. Çox təəssüflər olsun ki, Vətən müharibəmiz başa çatdıqdan sonra bu günə qədər kifayət qədər insan, mülki insanlarımız, hərbçilərimiz minaların qurbanı olub, onların çoxu həyatını itirib, bəziləri isə sağlamlığını itirib və biz də fürsətdən istifadə edib, ümumiyyətlə, azad ərazilərimizə səfər edən insanlara üst tutaraq müraciət edərək bildirmək istəyirik ki, xüsusi ayrılmış marşrutlardan kənara çıxmasınlar, təhlükəli hesab olunan və bu cür indi operatorumuz sizə göstərəcək, nişanlar olan əraziyə ümumiyyətlə daxil olmasınlar. Həmin ərazilər çox təhlükəli ərazilərdir. Biz ASTV komandası olaraq bugün buradayıq. Mina təmizləmə əməliyyatları ilə bağlı geniş reportajımız olacaq. Mənim Ağdamdan çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk.